Uşaqlar, əvvəlcə bunun xassələrinə baxırıq. Deməli, bunu neçə siniflər izləyə bilər? 6-dan 11-ə qədər bütün siniflər izah eləyə bilər. Yəni, nümunə sualların hər birini dənə-dənə izah eləyəcəm. Uşaqlar, birinci xassə 1 budur. Bilirsiniz ki, bu xassələr bizə qısa yollar üçün lazım. Yəni, daha tez yaza bilməyimiz üçündür. Misal üçün, sizə A və B ədədləri verib və bu A və B ədədlərini, misal üçün, ABOB, AB ədədi vurulsun. Uşaqlar, bu bölmə deyil, bu 2 nöqtədir. Vurulsun, əkub AB bərabərdir A ilə B-nin hasilinə. Misal üçün, baxın, nümunə. Əkub 3, 5 vurulsun, əbob 3, 5 bərabərdir bu ikisinin hasilinə. Yəni, 3 vurulsun nəyə? 5-ə, 15-ə. Düzdürmü? Məmə, gəlin, baxaq görə, həqiqəti nədir? İspat edək. 3-lə 5-in əkobu nədir? 15. Əbobu nədir, uşaqlar? 1. 15-i də 1-ə vuranda neçə eləyəcək? 15 eləyəcək. Belə bir qeydlər yazdıracam sizə. Bu qeydlər əsaslı sizə dəftərinizə yazsanız çox möhtəşəm olacaq. Deməli, buradan əbob AB-ni tapanda, bilirsiniz ki, vuruq hasildən əbob AB-ni tapanda, baxın, buradakı AB-ni, yəni hasili, A vur B-ni böləcəm nəyə? Əkoba, məchula böləcəm. Daha sonra məluma böləcəm. Əkob AB-yə böləcəm. Bəli, bəli. Buradan isə bəs əkobu tapsam nə edəcəm? A vur B-ni əboba böləcəm. Yaxşı. Qeyd 2 ilə deyirəm və başlayıram misallara. Misal üçün, bəzən sizə əbob A, X tutalım bərabərdir M verəcək. Əkob tutalım ki, AX bərabərdir N verəcək. Buradan sizdən X-i soruşacaq uşaqlar. X-i tapmaq üçün verilən ifadələri M-lə N-i bir-birinə vurursunuz. Baxın, məluma bölürsünüz. Yəni, A-ya bölürsünüz. Gəlin, indi buna aid misallara baxaq. Misal üçün, sizə verib ki, uşaqlar diqqətlə qulaq asırsınız. Misal 1. Əkob, baxın, bayaqlar yazdığımız 10, 12 vurulsun. Əbob 10, 12. Deyirik, mən xassə 1-dən istifadə edərək içindəki ifadələri bir-birinə vursaq cavabımı alaram. Yəni 120 alaram. Nümunə 2. Buna aid nə sual verə bilər? Deyir ki, əbobu, bax, belə sual verir. Məsələ kimi verir, çox hoşuma çaşır. Əbobu 10 və əkobu 24 olan ədədlərin hasilini tapın. Ədədlərin hasilini tapın. Ədədlərin hasili deyirsə nə deməkdir? Yəni, A vur B-ni tapın deyirdir, uşaqlar. Tez yadınıza salırsınız. Mən A vur B-ni harada görmüşdüm? Təbii ki, əbob vurulsun, əkob bərabərdir. A vurulsun B-də görmüşdüm. Bəli. Əbobum 10-dur. Əkobum 24-dür. Bunların hasili isə 240-dır. Bəli, uşaqlar. Bəli. Sizə belə bir sual verə bilər, uşaqlar. Əbob, diqqətlə qulaq asırsınız. A5 bərabərdir 10. Əkob A5 bərabərdir 15. Sizdən A-nı istəyəcək. Baxın, məchulu istəyir. Dedik, A nəyə bərabərdir? Onu xassəyə bir qaydaq. Baxın, ən axırıncı xassəmiz. Baxın, uşaqlar, bu xassəmizdən istifadə edəcəm. Necə tapırdıq? X-i tapmaq üçün M-i N-ə vurub X-in yanındakı ədədə bölürdüm. Yəni, A-nı tapmaq üçün onu 15-ə vuracam. Böləcəm 5-ə. İxtisar gedər, 30 qalar. Baxın, əkob, uşaqlar, baxın, əkob. Biraz daha uzadıram, uşaqlar. 7 x minus 5 bərabərdir. Tutalım ki, 14-ə. Əbob 7 və x minus 5 bərabərdir. Tutalım ki, 2-yə. Səndən x minus 5 istəyir. Uşaqlar, məchulum nədir mənim? X minus 5. Yazacam x minus 5 bərabərdir. 14-ü 2-yə vuracam və məlum ədədə böləcəm. 4. X minus 5 əgər 4-dürsə, x nə olacaq? 9 olacaq. Doğrudur, uşaqlar. Belə bir ifadə verə bilər, uşaqlar. Sizə deyər ki, əkob AB bərabərdir 10, əbob AB bərabərdir 12.
Sizdən A vur B-ni istəyir. Uşaqlar, A vur B-ni bilirsiniz də nəyə bərabərdir? Əkob vurulsun nəyə? Əboba. Onda deyirsiniz ki, promoy 10 vurulsun 12 bərabərdir nəyə uşaqlar? 120-yə. Sizdən belə bir sual verir. Uşaqlar, mənim cəhət yazmağımın səbəbi odur ki, biraz video qısalırsınız. Siz özünüz bilirsiniz də, yəqin ki, oradan səsimi biraz daha asta eləyib qulaq asa bilirsiniz. Əkob AB bərabərdir. Tutalım ki, uşaqlar, verib 20. A vur B verib tutalım ki, 100. Sizdən Əbob AB-ni istəyəcək. Bu hansı idi uşaqlar? Baxın bir dənə üçüncüyə. Buradan bir dənə baxaq. Baxın bu. Hanı bu? İkincidə. Hara yazmışdım? Deyir burada. Səhvimizə qeyd 2. Burada yazmışam. Əbob baxın. AB-ni böləcəm nəyə? Əkoba. Burada da eyni qayda. Əbobu tapmaq üçün uşaqlar, gəlin yenə də belə yazaq da. Əbob AB vurulsun. Əkob AB nəyə bərabər idi xassəyə görə? A vur B. Buradan mən Əbob AB-ni tapmaq üçün hasili məlum buruğa böləcəm. Yəni nəyə böləcəm? Əkoba böləcəm. 100-ü böləcəm. Nəyə? 20-yə. O da eləyəcək 5. Vəssalam. Bu tip misallarda da belə eləyirsiniz uşaqlar. Keçirəm xassə 2-yə. Xassə 2 çox sadədir uşaqlar. Əkob AB-ni bölsəm Əbob AB-yə eləyəcək C. Mənim C nədir? Yerdə qalan vuruqlar və yaxud da ortaq olmayan vuruqlar. Misal üçün. Əkob 240 360 bölünsün Əbob 240 360. Uşaqlar, siz təsəvvür universitet imtahandasınız və yaxud da hansısa bir kesə gedəsiniz, durub 240 360-ın Əkobunu tapacaqsınız. Bir də Əbobunu tapacaqsınız, böləcəksiniz bir-birinə. Amma xassə deyir ki, sadəcə 240 ilə 360-ı vuruqlara ayır. 2, 120, 2, 60, 2, 30, 2, 15, 3, 5, 5, 1. Sonra 360'ı vuruqlara ayır. 2, 180, 2, 90, 2, 45, 3, 15, 3, 5, 5, 1. Bizə lazımdır ortaq olmayana. Gəl əvvəlcə ortaqları tapaq. Burada 2 var, burada da 2 var. Burada 2 var, burada da 2 var. Burada 2 var, yenə 2 var. Başqa 3 var, 3 var. 5 var, 5 var. Mənə lazımdır ortaq olmayanlar, yəni C. 1, 2 var burada uşaq ortaq olmayan. Bir də 3 var. Bunların hasilini tapsam, cavab olacaq nə? 6. Deməli, ümumi cavabım nə imiş? 6 imiş. Yoxsa sən gəl, Əkob tap, Əbob tap, bir-birinə vur, zaman alsın. Bu deməli nə imiş? Xassə imiş. Bu xassə doğrulandı. Daha sonra uşaqlar, belə bir xassəmiz var. Xassə üçümüz bundan ibarətdir ki, diqqətlə qulaq asırsınız. Sizə A, B, C. Yəni şərtdə görsəz ki, isə həm A verib, həm B verib. Yəni A ilə B-nin hasili və yaxud C verib. Bunda bu düsturdan istifadə edəcəksiniz. Verilərsə, başlığını belə yazırsınız qayda dəftərinizə. Verilərsə, Əbob və Əkobun tapılması. Əbobu tapanda uşaqlar, Əbobun kvadratı bərabərdir. A vurulsun B bölünsün nəyə? C-yə. Buradan Əbobu tapanda böyüklər üçün deyirəm, kökaltı bilənlər üçün. Kökaltı bilməyənlər burada yerinə qoyub tapa bilər uşaqlar. Yəni eyni şeydir onsuz da. Kökaltı bilənlər üçün də A-nı B-yə vurub C-yə bölürsünüz. Onun da aldığı cavabı kökaltını alırsınız. Əkobu tapanda isə uşaqlar, Əkobun kvadratı bərabərdir. A vurulsun, B vurulsun, C düsturuna istifadə eləyəcəyik inşallah. Burada da əgər kökaltı bilənlər üçün dediyim kimi uşaqlar, Əkob bərabərdir. Kök altında A, B, C olacaq. Buna kimi misallara keçək. Misal üçün deyir, A bərabər, A ilə B-nin hasili şərtdə belə deyir. A ilə B-nin hasili 120, düzdürmü? Yerdə qalan vuruqların hasili 30'dur. Düzdürmü uşaqlar? Mənə deyir ki, Əbobu da tap
və əçobu da tap. Aha, aşağılar. Müəllimə, mən burada hansı düsturdan istifadə edəcəyimi bilmirəm. Sən ya ağlıma tez şərt düşür. A da verilib, B də verilib və yerdə qalan vuruqlar, yəni C də verilib. Şərtin içində həm A, həm B, həm C varsa, avtomatik olaraq bu düsturdan istifadə edəcəksən. İki cür yolla yazacağım. Həm kvadrat fason, həm də köklə. Əbobun kvadratı bərabərdir. A vuraq B bölək C və C yazıram və əçobun kvadratı bərabərdir. A vuraq, B vuraq, C düsturlarından istifadə edəcəksən. Aydın oldu? Baxın. Aha. İndi gəlin bu düsturdan istifadə edək. Birinci mən əbobu tapıram. Əbobun kvadratı bərabərdir. A ilə B-nin hasili nə verib uşaqlar mənə? 120 verib. Yəni A vuraq B nədir? 120. Yazıram 120 bölünsün. C-ni neçə verib? Yerdə qalan vuruq hasili. C-ni neçə verib? 30 verib. 120-ni 30-a bölürəm. Eləyir neçə? 4. Nəyin kvadratı 4 eləyir? 2-nin. Deyirəm, əbobum nədir mənim? 2. Əçobun kvadratı bərabərdir. 120. A vur, B vur, C deyildir. Uşaqlar, baxın. A vur, B vur, C. A ilə B-nin hasili 120-dir. C də bizdə 30-dur. Bunun hasili verir mənə 3600. Nəyin kvadratı 3600 eləyir? 60-ın. Əçob bərabərdir 60-a. Aydın oldu. Və bu belə misalları sizə belə verə bilər. Deyir ki, 2 ədədin hasili 90, ortaq olmayan vuruqların hasili, vuruq hasili, xəttim biraz pisdir bilirəm, 10-dur. Əbobu və əçobu istəyir sizdən. Baxın uşaqlar, 2 ədədin hasili. 2 ədədi tutan mən A və B götürürəm uşaqlar. A və B. A ilə B-nin hasili neçədir? 90. Düzdürmü? Ortaq olmayan vuruqlar nə götürürdü? C. C bərabərdir nəyə? 10-a. Biz bilirik ki, əbobun kvadratı bərabərdir A vuraq B bölək C. Mən niyə bu düsturdan istifadə elədim? Mən görürəm ki, bu ifadədə həm A vur B var, həm də C var. Başqa hansından istifadə edə bilərəm? Bilmirəm, axı başqa düstur. Əçobun kvadratını tapanda A-nı, B-ni, C-ni bir-birinə vururam. Onda əbobun kvadratı bərabərdir. 90 bölək 10 eləyir neçə? 9. Nəyin kvadratı 9 eləyir uşaqlar? Üçün. Əçobun kvadratı da bərabərdir. 90 vuraq 10. Bu da mənə verir 900. Nəyin kvadratı 900 eləyir uşaqlar? 30-un. Aydın oldu? Okey. Sonuncu iki xassəmizi də deyirəm və bundan da yekunlaşdırırıq uşaqlar. A ilə B qarşılıqlı sadə ədəd olarsa, qarşılıqlı sadə nə deməkdir uşaqlar? Heç bir ortaq böləni olmasın. Qarşılıqlı sadə ədədlərlə gəl tanış olaq əvvəlcə. Qarşılıqlı sadə ədəd nədir? Və hansılardır? 1. İkisi də sadə olanlar. Misal üçün 2, 3. Baxın, hər ikisi nədir? Sadədir. 5, 11. 1, 7. Düzdür, 1 sadə deyil, amma 1 ilə 7 qarşılıqlı sadədir. 13 ilə 23 və s. İkinci, ardıcıl ədədlər, ardıcıl ədəd və ardıcıl tək ədədlər. Cüt ədədlər yox, ha. Ardıcıl nə? Tək ədədlər. Bir ardıcıl ədədlər, bir də ardıcıl tək ədədlər. Misal üçün 2, 3, 11, 12, 13, 15 ardıcıl təkdir. 21, 23 və s. Sonuncu, hər ikisi mürəkkəb olub, amma ortaq böləni olmayanlar. Misal üçün 32 ilə 25 uşaqlar. 32-nin vuruqları yalnız 2-lərdən ibarətdir. 25-də isə 5-lərdən. Ortaq bölənləri yoxdur. Tanış oldunuz qarşılıqlı sadə ədədlərlə. İndi şərt belədir. A ilə B qarşılıqlı sadə ədəd olarsa, əçobu
Məsələn, gördünüz ki, 2 ədədin 2 ədəd qarşılıqlı sadə ədəddir və bunun onda əkobunu istəsə məndən A ilə B-nin nəyi olur? Hasili olur. Əbobunu istəsə məndən nəyə bərabər olur? 1-ə bərabər olur həmişə uşaqlar. Qeyd. Bu qeydi mən sizə deyim. Əgər şərtdə A ilə B ardıcıl cüt ədəd verərsə, onda 2 nöqtə. Əkobu A vur B bölü 2 olur. Əbobu isə 2 olur uşaqlar. Yaxşı. İndi gəlin baxaq. Əkob 3, 5. Uşaqlar 3-dən 5 qarşılıqlı sadə ədəddir. Hardan bilirəm? Çünki 3 isə 5 də sadə ədəddir. Onda əkob nəyə bərabər olacaq? Onların hasilinə. Yəni 3 vuraq 5, 15. Əbobu 3, 5. Uşaq 3-dən 5 sadə ədəddir. Bunların 1-dən başqa ortaq böləni yoxdur. Ona görə əbobum nə olacaq? 1 olacaq. Aydın oldu. Misal üçün, əkob baxın, 4 və 6. 4-dən 6 ardıcıl nədir? Cüt ədəddir. Onda bunların əkobu nə olacaq? 4 vuraq 6 bölək 2. Yəni nə? Əbobu nə olacaq? 4-dən 6-nın? Bəli, uşaqlar. 2 olacaq. Buna bir dənə məsələ verirəm. Və yekunlaşdırıram uşaqlar. Diqqətli olun. Bir A ilə B qarşılıqlı sadə ədəddir. Əkob AB minus 2 vurulsun əbob AB bərabərdir. 20 olarsa A vur B-ni tapın deyir uşaqlar. Belə bir sual verir sizə. Mən deyirəm ki, müəllimə, əgər A ilə B qarşılıqlı sadə ədəddirsə və əlimizdə heç bir ədəd yoxdursa, gəlin onda ifadə olaraq yazaq. Əkob AB dedi ki, onda A vur B olacaq. Minus 2 vurulsun. Əbob AB dediyi nə olacaq? 1 olacaq. 2 vuraq 1 bərabər nəyə? 20-yə. Onda A vur B-ni tapmaq üçün 2 vur 1-i, yəni 2-ni keçirəm sağ tərəfə. 20 plus 2 neçə eləyəcək uşaqlar? 22. Vəssalam uşaqlar. Vəssalam. Yəni bu tip misallarda bunu belə eləyəcəksiniz. Başqa necə bu tip sual verə bilər uşaqlar sizə? Deyər ki, baxın, A bölünsün B bərabərdir 3 bölək nəyə? 5-ə. Deyir, əkob AB plus əbob AB bərabər 96-dır. A-nın qarşısındakı nədir? 3. A-ya mən 3x deyərəm. B-nin qarşısındakı nədir? 5x deyərəm. Və şərtdə A-nın B-nin yerinə 3x nə yazaram? 5x yazaram. Nə yazaram? 3x və 5x yazaram. 3x ilə 5x qarşılıqlı sadə ədəd olduğu üçün əkob onların hansı olacaq? Olacaq 15. Yanlarına da x-i yazıram uşaqlar. Yaxşı. Plus 3x ilə 5x qarşılıqlı sadə ədəd olduğu üçün əbobu 1 olur. Yanına da x yazıram. 1x yazdım. Bərabərdir 96-ya. 15x ilə 1x-in cəmi 16x etdiyi üçün bərabər 96. X olacaq 96 bölək 16. Yəni neçə? Gətir burada yerinə qoy. Onda A olacaq 3 vuraq 6, 18. B bərabərdir 5 vuraq 6, 30. Vəssalam. Get. İndi baxırıq nəyə? Bir dənə də suala baxıram. Buna aid. Biraz daha çətinə baxaq. Bu 11-ci siniflər üçün də 11-ci siniflər baxsa daha əlverişlidir. Deyir ki, əbob n kvadratı üstəgənsin 4-in və n kvadratı üstəgənsin 5-in bərabərdir 3 olarsa, soruşur ki, əkob n kvadratı plus 4-in və n kvadratı plus 5-in nəyə bərabərdir? Uşaqlar, burada birincisi yuxarıda vuruqlar ayrıma eləyəcəksiniz. Ki, yəni 2 ədədin hasili kimi vuruqlar ayrılsın. Buradan mən n-i mötərizə xaricini çıxarsam, n plus nə olacaq? 4. Buradan n-i qarşıya çıxarsam, n plus nə olacaq? 5 olacaq.
Əbob ümumiyyətcə nədir uşaqlar? Hər ikisində ortaq olanı götürməlisiniz. Hər iki vuruqda ortaq olan nə var? N-im vardı. N-dən başqa bir ortaq vuruğum var? Yox. Deməli, bu ifadənin əbobu N-dir. N nəyə bərabərdir? 3-ə. N üstürsə, gəlin burada iki cür yolunu deyəcəm. Birinci yol odur ki, buradan ortaq məxrəc çıxarın. N olacaq N plus 4. Buradan ortaq vuruq çıxarın. N plus nə? 5. Biz bilirik ki, əçob nəyə bərabərdir? Əbob vurulsun. Yerdə qalan vuruqların hasili. Əbob nə idi burada uşaqlar? Hər ikisində N olan nə var idi? N idi. Vurulsun. Yerdə qalanlar hansılardı bizdə? N plus 4 ilə nə? N plus 5. Yazıdan vurulsun N plus 4 və N plus nə? 5. N'in yerinə nə yazacağım indi mən? 3. 3 vurulsun 7, vurulsun 8. Bu da eləyəcək 56 vuraq 3, 118. 110, yox, 168. Yəni, bu tip misallarda belə eləyirsiniz, uşaqlar. Belə. Bir dənə də xassə ola bilər. Burada da belə bir xassədir, uşaqlar. Bu daha asandır. Misal üçün, əçob AB. A bölünən, diqqətlə qulaq asırsınız. A bölünən, B bölən olarsa. Xülasə, B A-dan, A B-dən böyük olarsa, əçobu həmişə bölünənə bərabər olur. Nəyə bərabər olur? A-ya. Amma əbobu isə bölənə bərabər olur. Yəni, B-yə. Nə demək istəyirəm uşaqlar sizə? Əbob 10, 20. Burada bölünən hansı olar uşaqlar? Təbii ki, böyük olan olur da. 20 ona bölünür. Düzdürmü? Bu bölünənimizdir. 10 isə bizim bölənimizdir. Onda məndə əbob nəyə bərabər olacaq? Bilirik ki, dedi ki, əbob bölənə bərabər olur və kiçiyinə bərabər olur. 10-a. Əçob isə həmişə nəyinə bərabər olur uşaqlar? Böyüyünə bərabər olur. Yəni nəyə? 20-yə. Sizə sual verə bilər, bax, kritik sual verə bilər ki, əçob A 15 bərabərdir 15-ə. Diqqətlə qulaq asırsınız. Dedi uşaqlar, əçob nəyə bərabərdir? Bölünənə bərabərdir. Nəyə? Bölünənə. Onda bizim 15-imiz nədir? Bölünəndirsə, onda A nədir? Böləndir. A 15-in bölənləridir. 15-in bölənləri hansılardır uşaqlar? 1, 3, 5, 15. Baxın, əçob, yenə başa salıram. A 20. Deyirlər ki, 20-yə bərabərdir uşaqlar. Deyirlər nə? 20-yə bərabərdir. Əçob deyir, 20-yə bərabərdir. Əçob nə idi? Bölünən idi. Onda bizim 20-miz nədir? Bölünəndir. Onda A böləndir. A 20-nin bölənləridir. 1, 2, 4, 5, 10 və nə? 20. Əçob, misal üçün uşaqlar, baxın, 5 və B verib uşaqlar. Deyir ki, bu B-yə bərabərdir. B-nin deyir, ilk 3 sənəsini yazın deyir. İlk 3 sənə rəqəmini yazın. Uşaqlar, B nə idi? Əçobda, əgər B seçilibsə, bölünəndir. 5 isə B-nin bölənidir. Yəni, B elə bir ədəddir ki, 5-ə bölünən bir ədədlərdir. Onda ilk nə olacaq uşaqlar? 5-ə bölünən iki ədəd hansıdır? 5, sonra nə? 10, sonra 15, sonra 20. Yəni, sonra belə gedir uşaqlar. Əbob, misal üçün, A, tutalım ki, verib 10, bərabərdir A-ya. Dedik, A nədir? Ən böyük, ortaq bölən. A böləndir, uşaqlar. A böləndir. Bölən. Yəni, kiçiyidir, uşaqlar. Bölən nədir? Bölən kiçidir. Yəni, B-dən kiçidir. B-nin bölənləridir. B-nin yerinə 10 yazmışdıq da biz, düzdür, uşaqlar. Deməli, A onun bölənləridir. A onun bölənləridir. Hansılardır? 1, 2, 5 və nə? 10. Baxaq. Əbob mənlə bərabər. Hətta məndən qabaq deməyə çalışın. Tutalım ki, 28 və B verib. Bizə deyir, bu B-yə bərabərdir.
Deməli, əbob əgər B-yə bərabərsə, deməli, B nədir? Böləndir. B böləndir. Onda 28 bölünəndir. Deməli, B 28-in nə edir uşaqlar? Bölənidir də. 1, 2, 4, sonra 7, 14 və 28. Aydın oldu mu? Bu şəkildə uşaqlar tapırsınız. Məncə asan suallardır bu xassələr. Çalışdıqca natural ədədlərdən bəzi sualların həllinə də baxacağam. Oturun 2-3 dəfə baxın uşaqlar, onda siz tam natural ədədləri anlamış olacaqsınız. Uğurlar.